Bəli, kaldığımız tabdan devam edirik. Sonuncu dərs olaraq review'da qalmışdıq. Hər hansısa bir sözləri yazıram. Bu sözlərin real olmadığını mən də bilirəm. Sadəcə bizə lazım olan altdan düşən qırmızı xətlərdir. Bu səbəbdən səhv sözlər yazdım. Bilirdik ki, biz ingilis dilində olmayan bir söz yazdıqda həmin sahədə sözlərin altında qırmızı işarələr, xətlər düşür. Bunları silməyin yolunu öyrənmişdik ki, sol aşağıdan dil dəyişdirilməsidir. Review tabında birinci əmr həmin bu səhvlərin aradan qaldırılmasıdır. Yəni yazılış və belə deyək, qayda əmrlərini tapır və ya da qrammatik deyək. Qrammatik səhvlərin, qaydaların tapılması əmridir. Biz bunu aktivləşdirdikdə baxın bizə birinci sözü göstərir. Deyir yazdığınız ilk səhv olan söz budur. Deyir əsli budur. Baxın birinci yerdə bunu göstərir. Onun yerinə bunlarda istifadə edə bilərsiniz. Əgər biz istəsək o sözün dəyişdirilməsini change ol basırıq, yəni dəyişdir deyirik. Əgər yox istəməsək bizim üçün sözün özü budursa, doğru yazdığımıza əmin isə bu halda add basa bilirik. Biz add basdıqda yazdığımız həmin söz eyni qayda olaraq belə deyək, bu sağ tərəfdə gördüyünüz lüğətin daxilinə düşür. Bütün belə deyək, səhvlər aradan qaldırıldı deyir. Sinonim anlayışını yəqin ki, hər kəs bilir. İkinci əmrimiz sinonimlərin istifadəsidir. Bu sözü ingilisində olmadığı üçün bizə sinonim gəlməyəcək. Yəni başqa bir söz yazıb onu istifadə edək. Kar sözünü yazdıq. Ona əsasən uyğun olaraq bizə sinonimlər gətirdi. Gətirdiyi bu sinonimlərin sayı çox da ola bilir, az da ola bilir. Real da ola bilir, yəni belə deyək, doğru olmaya da bilir. Bu yazdığınız sözdən onun belə deyək, leksikadakı qarşılıqlarından asılıdır. Biz öyrənmişdik ki, sol tərəf aşağıda bizim vərəqimizdəki, sənədimizdəki söz sayını bildirən bir sahə var. Yəni hal-hazırda ekranda görə bilərsiniz. Eyni şəkildə burada da həmin əmrimiz var, hansı ki adı ilə söz sayımıdır. Sizə sadəcə bunun belə deyək, digər tabdan daha yaxşı işləyir. Nə üçün? Sizə hər bir məlumatı verir. Sizə bir səhifəniz olduğunu, sadəcə 3 sözünüz olduğunu, belə deyək, sözlər arasında məsafə nəzərə alınmadan 15 sözünüz olduğunu, sözlər arasında məsafə nəzərə alınaraq 15 sözünüz, hərfiniz olduğunu, daha doğrusu simvol olduğunu bildirir. 3 sütun və 3 sətir istifadə etdiyinizin məlumatını verir. Yəni 3 dəfə enter bastığınızın və 3 dənə sətir istifadə etdiyinizin məlumatını verir. Bu sizin sənədiniz haqqınızda sizə məlumat verir. Translate əmrimiz var. Seçdiyimiz sözü seçirik, daha sonra translate əmrini aktivləşdiririk. Seçdiyimiz sözü tərcümə edirik. Hansı dildən, hansı dilə tərcümə edəcəyini seçirsiniz, sizə həmin sözlərin tərcüməsi paneli gəlir. Daha sonra dillər əmri var. Dillər əmri 2 yerə bölünür. Yəni language dil əmri. Birinci bizim vərəqdəki sözlərimizin dilidir, hansı ki sol aşağıda da var və bunu biz keçmişik. Sözlərimizin yazılacağı dili seçirik və ikinci üsulumuz proqramın dilidir. Yəni istifadə etdiyimiz redaktorun. Hansı ki bunu da öyrənmişik ki, fayl tabında option əmrinin daxilində language paneli var. Orada yerləşir. Fayl tabına keçdikdə dilin dəyişilməsi əmrində tam detaylı belə deyək keçmişik. Əgər sizə yenidən lazımdırsa keçib yenidən baxa bilərsiniz. Sizi qarşılayır comment əmri. Comment bildiyimiz kimi şərt deməkdir. Hər hansı sənətdəki seçilmiş sözə şərh yazılması. İnternetdəki şərhdən biraz burada fərqlənir anlayışımız. Nə cür deyə belə deyək, bir izah verək. Biz internetdə istədiyimiz bir videoya, şəkilə və yaxud da hər hansısa bir paylaşıma məlumat verdirə bilərik. Yəni ağlımıza gələn o an o haqda nə düşünürsə yaza bilərik. Təbii ki, Word-də yaradılan sənəd üçün hazırlanan şərhdəki məqsəd bu deyil. Şərhin hazırlanmasındakı məqsəd odur ki, hər hansısa bir söz yazıbsınız. Məsələn, burada kər sözü yazmışıq, bəli. Amma ola bilər ki, başqa bir istifadəçi bunu oxuyarkən başa düşmür. Onun izahını verə bilərəm terminoloji olaraq. Vərəqimdə mötərizəsində boş yer tutmasın deyə onu sağ tərəfdən şərh kimi izah verə bilərəm. Və yaxud da sənədi sizə atmışam, siz başa düşməyibsiniz. Həmin sənəddə ora şərh əlavə edə bilərsiniz ki, müəllim məsələn bu başa düşülmür, bu sözə məsələn izahımı verilməlidir və yaxud da bu söz ilə əvəz olunsa daha anlaşılır olar. Bu kimi istifadələr üçün nəzərdə tutulub. Gəlirik sağ tərəfə. Biz sağ tərəfə gəldikdə sizi burada belə deyək, dəyişiklik əmri və belə deyək, parol əmri qarşılayır. Demişik ki,
sənədin belə deyək, koda qoyulması əmri fayl tabında info panelində daha rahatdır. Yəni burada çox da təhlükəsizlik baxımından güclü işləyə bilmir. Lakin burada da işləyir edit əmri. Biz bu əmri aktivləşdiririk. Sənədimizi daxilinə məlumatlar yazırıq. Baxın, həmin əmri aktivləşdirdikdən sonra mən sənəddə gəlirəm bu sözün rəngini dəyişdirirəm. Baxın, sizə bir dənə məlumat sahəsi gəlir. Bu sahə nə üçün gəlir? Deyir, Aysun Məmmədov bunu bu şəkildə yazmışdı. Siz dəyişiklik etdiniz, onun rəngini qaraya çevirdiniz. Daha doğrusu qırmızıya çevirdiniz. Digər, hansı ki sənəddə əvvəlcə biz əmri aktivləşdirdikdə məlumat yox idi, biz sonradan bu sözləri yazırıq, bunların hamısı qırmızı göstərilir. Nə üçün yaradıblar? Mən sənədi aktiv bu şəkildə qoyub gedirəm. Əgər başqa biri mənim sənədimə müdaxilə edirsə, mən onu asanlıqla görə bilirəm. Burada iki əmr var. Accept, yəni mən bu dəyişikliklərdən xəbərdaram. Biz bunu basırıq, o qırmızılar aradan qalxır. Yəni biz artıq problem kimi görünmür. Və dəyişikliklərə belə deyim, icazə vermirəm əmrini basırıq. Dəyişikliklərə icazə vermirəm əmrini basdıqda bunlar dəyişir. Sadəcə burada style dəyişikliyi olduğu üçün bunu mənim bərpa etməyimi istəyir. Biz də bunu istədiyimiz üçün bərpa edirik. Biz rəngi bərpa etdikdən sonra panel silinir. Bu əmr çox yaxşı bir üsuldur. Yəni iş yerlərinizdə falan istifadə edə bilərsiniz. Əmri dayandırırıq. Compare əmri var. Compare bildiyiniz kimi müqayisə deməkdir. İki sənəd arasında müqayisə. Məsələn, bir sənədi mən hazırlamışam, bir sənədi siz hazırlayıbsınız. Mən öz hazırladığım sənədi sizə nümunə kimi göstərmişəm. Siz ona baxaraq hazırlayıbsınız. Hər iki sənədi compare əmrinə atıb onun arasındakı dəyişiklikləri aydın şəkildə görə bilirik. Bunun üçün eyni, belə deyək, üsulda sözlər hazırlamalıyıq. Daha doğrusu sənədlər. Bu məlumatı yadda saxlayaq. Sənədi yadda saxlayaq və eynisini yenidən hazırlayaq. Bunun adı gəlin salam 1 olsun, digərini də salam 2 adlandıraq. Word-ü bağlayırıq. Yeni bir Word sənəd açırıq. Eyni sözləri yazıram, sadəcə burada bəzi dəyişikliklər edəcəm. Məsələn, bu sözü qalınlaşdırıram. Bu sözü sarı marker effekti verirəm, bu sözü qırmızı verirəm və bu sözün sayını artırmaq istəyirəm. Sənədi eyni şəkildə yaddaşa salırıq, amma eyni diskdə olmaqları tələbdir. Yəni funksiya bunu axtararkən elə istifadə edəcək. Salam daxilinə gəldik, hər iki sənədi açdıq. Gəlirik, belə deyək, bizim baza sənədimiz hansıdırsa ona, yəni ilkin hal hansıdır? Salam 1 sənədimiz idi bunu. Qaydırıq review tabına, compare əmrini açırıq və bizdən sənədlərimizin adını istəyir. Browse əmrini basıb sənədimizi seçirik, salam 1. Yenə browse əmrini basıb digər sənədimizi seçirik. Axtarışa icazə tapırıq. Aydın şəkildə görə bilərsiniz. Baxın, bura bir əmr gəldi, highlighter əmri verilib demək istəyir. Sonra bold əmri verilib, font color dəyişdirilib, sonradan əlavə olunub və hətta dili isə rus dilində əlavə olunub demək istəyir. Yəni bu sənədlər arasındakı yenə müqayisəni göstərir və sizə tam olaraq izah edir. Hansı zaman anında hansı, belə deyək, hərəkət həyata keçirilib. Compare əmri də sizə aydındır. Sağ tərəfdə gördüyünüz, belə deyək, məlumatlar əlavə məlumatlardır. Bunlara ehtiyac yoxdur. Yəni, bunlar sonradan əlavə edilmiş tətbiqlərdir. Baxın, sənədə giriş icazəsi, yəni birinci compare əmrini dayandıraq, daha sonra bu əmrə baxaq. Buradan çıxaq. Sənədə gələk. Sənədə kod, belə deyək, əsasında dəyişiklik edə bilməsinin qarşısını ala bilərik. Məsələn, deyə bilirik ki, həmin adam sadəcə stilini dəyişdirə bilməz. Yəni, silə bilər, yaza bilər, amma stilini dəyişdirə bilməz. Mən qara rəng yazmışdımsa, sözləri qara rəng qalmalıdır. Həmin adam sadəcə oxuya bilər, yəni ümumiyyətlə heç bir dəyişiklik edə bilməz. Həmin adam ümumiyyətlə sənədə girə bilməz. Yəni, bu kimi tipləriniz var, bunları istifadə etmişsiniz. Niyə deyə sual versəz, bu kimi qarışıq yollar sizin özünüzü də qarışdıracaq. Əgər hansısa sənədi, belə deyək, qıfıllaşdırmaq, yəni koda qoymaq, girişi məhdudlaşdırmaq istəyirsinizsə, bu üç üsulu həyata keçirin. Review tabındakı biraz daha mürəkkəb işləyir.
Daha sonra gəlirik View tabına. Adından da aydın olduğu kimi View tabında söhbət görünüşdən gedir. Sizi birinci qarşılayır kitab görünüşü. Yəni biz bu üsula basdıqda A4'ümüz çevrilir kitablara, yəni yanaşı olan A4'lərə. Standart olaraq print layout, yəni çap formatı, yəni A4 sənətidir. Web layout, website anlayışıdır. Website dedikdə söhbət nədən gedir? Sonsuz hündürlük və sonsuz uzunluqda. Sanki sizə bir vərəq veririk. Sonsuz hündürlüyü və sonsuz belə deyək. Sonsuz hündürlüyü və sonsuz enliliyi var. İstədiyinizi yazıb saxlaya bilirsiniz. Amma bunu çap edə bilmirsiniz. Əgər o sənədin formatını dəyişdirsəz, təbii ki, içində sürüşmələr çox sürətli şəkildə həyata keçir. Outline və draft əmri var. Outline demək yazılan bütün sözlər siyahı kimi yazılacaq deməkdir. Baxın, yazdığımızın hamısının qabağına siyah işarəsi düşür. Sonuncu görünüş draft əmridir. Draft əmrinin websaytla belə bir fərqi var. Bu da sizə sonsuz hündürlük, uzunluq verir. Sadəcə web layout əmri vardır. Ora sizə istədiyiniz şəkili, videonu, link əlavə etməyə icazə verir. Draft əmri buna icazə vermir. Bu panel sadəcə və sadəcə sözlərdən ibarət ola bilərsən deyir. Biz gəlirik yenidən A4 əmrimizə. Əgər vərəqiniz belə deyək, albom formatındadırsa bu əmr görünür, aktiv olaraq A4 formatındadırsa bu. Show əmrini yadınızda saxlayın. Sizi birinci qarşılayır ruler, yəni xəttkeş əmri. Gradlines əmri sizin A4'ünüzü riyaziyyat vərəqi formatına çevirir. Baxın, arxaya kiçik sahələr gəlir. Buranı azaldıb artırmaqla bütün vərəqi bu əhatələndirə bilərsiniz. Navigation panel. Sonuncu navigation paneli aktivləşdirir sizə. Biz burada demişdik, axtarış əmrini həyata keçirə bilirik. Yəni, yazaq ora. Baxın, axtarış əmrini istifadə edə bilirsiniz. Axtarış həyata keçirilən vərəqi göstərən üsul da var. Sözün özünü də. Zoom əmri sənədi böyütmək üçün istifadə olunan sahədir. Standart olaraq Word-ün ölçü anlayışı 100%-dir. Bunu məncə çox qurcalamağınıza ehtiyac yoxdur. Əgər vərəqin ölçüsünü balacalandırıb yekələndiribsinizsə, siz bu əmri basdıqda standart olaraq 100%, yəni sizi ilkin hala geri qaytarır. Keçsək bu tərəfə. Split adlı bir əmr var. Hətta gəlin əvvəlcədən başlayaq. New Windows nə deməkdir? Bizim əslində demək olar ki, bütün tətbiqlərimiz bu şəkildə işləyir. Yəni Word-ı açırıq. Mən gəlib buradan yeni bir Word açsam, baxın, Word-ün üzərində durduqda bütün açdığım mövcud sənədləri görə bilirəm. Onun səbəbi budur. Əgər istəsəz, bunların eyni hala sala bilərik. Baxın, eyni anda üçünü də aktiv olaraq görə bilirik. Sənədimiz burada. View tabına geri qaydırıq, View tabına. Split əmri nədir? Məsələn, bunu abituriyent vaxtı böyük ehtimal hər kəs yaşamışdır. Bir tərəf sizin bir dənə toplu sənədiniz var, baş tərəfləri normal olaraq suallardır. Ən sonda isə cavablarınız var. Siz istəsəz yuxarı tərəfdə eyni sənəd üzərində suallar açıb aşağı tərəfdə cavablar hazır qoya bilərsiniz. Artıq hamınız universitetdə məzun olduğunuza və yaxud da universitetə daxil olduğunuza görə bu məlumatı verə bilərəm. Sənədləri bu şəkildə rahat istifadə edə bilərsiniz. Bu təbii ki, universitetə aiddir, abituriyent belə deyək. O sadəcə bir termin idi olaraq dedik. İstədiyiniz zaman istifadə edə bilərsiniz. Əgər sənədin həm başındakı məlumat, həm sonunda və yaxud da ki, yanaşı olan iki məlumat sizə eyni anda lazımdırsa, bu üsulu istifadə edə bilərsiniz. Bu halda sənədiniz heç bir, belə deyək, problem yaşamır, heç bir dəyişiklik olmur, heç bir əks təsiri olmur, olduğu kimi sənəd qalır. Siz sadəcə onu iki hissədən ibarət görə bilirsiniz. View tabı ilə də burada yekunlaşırıq. View tabı ilə də belə deyək, artıq Word proqramımız bitir. Növbəti dərslərdən artıq başlayırıq. PowerPoint dərslərinə. Əgər bura qədər gəlmişsinizsə, deməli biz dərsdə də bu dərsi yekunlaşdırmışıq. Əgər Word proqramında əziyyət çəkmədisə, bütün tabları mükəmməl şəkildə öyrəndiksə, PowerPoint-ə belə deyək, dərs müddətimiz çox az olacaq. Çünki Word ilə PowerPoint-in tabları sadəcə 4 dənəsi fərqlənir. Yəni qalanları eynidir. Bu səbəbdən Word-ü mükəmməl şəkildə öyrənibsinizsə, PowerPoint-inizdə o şəkildə davam edəcək. Burada sonuncu olaraq makros əmri qalıb, ola bilər deyə bilərsiniz ki, bunu niyə demədi? Çünki bu sizlərə aid deyil.
Makros bilirsiniz nədir? Məsələn, klaviaturadan Ctrl A basdıqda bütün ekrandakı məlumat seçilir. Bu əmr makros əmr adlanır. Makros əmr yaratmaq üçündür bu sahə. Siz makros əmr yarada bilməzsiniz. Niyə? Çünki makros əmr yaradan biri bütün hər şeyi əzbər bilməlidir. Bütün klaviaturanı və bütün kompüteri. Və bu çox riskli bir haldır. Siz Ctrl A-ya bütün belə deyək, məlumatın qırmızı rəng odul bütün məlumatın qırmızı rəngə çevrilməsi əmrini versəz, bu belə deyək, kompüterə sadəcə mane olacaq. Çünki kompüter bilir ki, Ctrl A-ya basıldıqda həmin sahə seçilir. Ora qırmızı rəngə çevrilmir. Yəni bu səbəbdən belə deyək, məhdudiyyət baxımından, kompüterin sizə icazə verməməsi baxımından makros əmri siz yarada bilməzsiniz. Siz sadəcə mövcudlara istifadə edə bilərsiniz. Və bununla da Word təliminiz bitdi.